Sən hələ də köhnə adapterdən istifadə edirsən? Videonun sonuna kimi izlə, niyə dəyişməli olduğunu izah eləyəcəm. Bax bu Euroax'ın yeni Q Intelligence texnologiyalı adapteri. Daxilindəki ağıllı çip telefonu şarj edərkən enerji axınını izləyir və cihazın ehtiyacına uyğun şəkildə tənzimləyir. Nəticədə telefon daha təhlükəsiz şarj olunur. Bateriya lazımsız enerji yükləməsindən qorunur. MQ352 adapteri 45 Watt enerji ötürür. PD və USB girişləri mövcuddur. 1 metr naqili ilə əlavə naqilə ehtiyac yoxdur. Q Intelligence adapterləri digər adapterlərlə müqayisədə smartfonun şarjını təxminən 30% daha çox saxlayır. Üstəlik, fastest charging xüsusiyyəti ilə telefon daha qısa zamanda tam dolur. Adapterin içindəki H62 əlintili pinlər enerjini daha səmərəli ötürür və cihazı daha dayanıqlı edir. Q Intelligence'ın digər xüsusiyyətləri də isinməyə qarşı qorunma və qısa qapanmaya qarşı müdafiədir. Odur ki, smartfonu sürətli, təhlükəsiz və uzunömürlü şarj etmək istəyirsənsə, Q Intelligence texnologiyalı MQ352 adapterlarını rahatlıqla seçə bilərsən.